Montenegro'dan gözəl bir sabahdan hamını salamlayıram. Buradan sonrasında artıq mən tutacağım bu videodan. Çok zıppılı. Dostlar, bildiyiniz kimi gəldiyiniz gündən etibarən qeydiyyata düşmək mütləqdir. Belə bir hostelldə qalıram. Agoda'da, Booking'də tapa bilərsiniz. Dostlar, Montenegro'dan gözəl bir sabahdan hamını salamlayıram. Mən yenə şərəfləmi yığmışam. Gedirəm avtobus dayanacağına. Bugün burada bazar günüdür dostlar. Burayla bağlı bir maraqlı məlumat. Bazar günləri obyektlərin bir 80%-ə yaxın işləmir. Sadəcə əsas obyektlər, məsəl üçün aptek kimi obyektlər fəaliyyət göstərir. Yəni insanlar özlərinə dəyər verir. İstirahətdə də olma. Bu da gözəl bir şeydir. Belə bir hostelldə qalıram. Hostelin adı Stars Aspava Blue Hostel olaraq keçir. Agoda'da, Booking'də tapa bilərsiniz. Şəhərin demək olar ki, tam mərkəzində yerləşir. Mən Serbiyadan bura gəldiyim üçün, yəni avtobus yolundan gəldim. Bus station'a ayaqla gələ biləcəyiniz bir məsafə yaxınlığındadır. Amma hava limanına da çox uzun məsafə deyil. 15 dəqiqə maşın məsafəsi ilə gedib çata bilərsiniz. Taksi xidmətləri 8-10 euroya mənim olduğum yerdən hava limanına aparır sizi. Eyvallah, sağ olasın abi. Deməli dostlar, gəldik, otelə yerləşdik. İlk öncə gələrkən nə etməlisiniz, nə etməlisiniz onu sizə deyəcəm. Fərqi yoxdur, bu hava yolu ilə olsun, quru yolla olsun, mənim kimi, yəni avtobusla Balkan dövlətlərini keçə-keçə gəlirsiniz də. Gəlib ilk edəcəyiniz şey otelə yerləşirsiniz. Otelə yerləşdikdən sonra bu bir çox dövlətlərdə keçərlidir. Mütləq şəkildə qeydiyyata düşməlisiniz. Qeydiyyata düşərkən ölkədə neçə gün qalacağınızı və hər günə görə səhv etmirəmsə 1 euro ödəniş edəcəksiniz. Abi, hər kaldığın günə 1 euro ödəməlisin. Ha. Evet, günlük 1 euro. Bu buraya gelen Karadağ vatandaşı olmayan, Karadağ'da oturumu, çalışma izni olmayan bütün yabancıların uyması gereken bir kural. Tamamdır. Ve mümkün olan sadece online değil, yani sadece sistemde değil, aynı zamanda da birazdan sana vereceğim gibi o kağıtların, yani ödediği verginin devran taşıması daha iyi olur. Burada online sistemler iyi çalışmadığı için kağıdın olması seni korur. Bu birincisi. İkincisi de eğer burada bir oturum ve çalışma izni almak istiyorsan sana o kağıdı soruyorlar. O kağıdın yoksa oturum çalışma izni alamıyorsun. Ve bunun en ucuz, en minimal cezası 40 eurodur. 40 eurodan başlıyor. Daha başka sorunları da var ama bu en basit cezası 40 eurodur. Burası danışma ofisi. Danışma ofisi. Aha. Ülkeye geldiğince bir şey bilmiyorsun. Buraya gelirsin. Bundan sonra bütün bilgileri verir. Tamam. Yasal konaklama yerleri, güvenli yerler, şehirde ne yapılabilir. Bak mesela bu sembol bir yer. Kalabalık bir ekiple gel, toplantı yapacaksan seni buraya gönderir. İlk buraya gönderir. Yani bak misal. Burası sembol yeri, bilen yapıyorsun. Tamam, tamam. Bunun gibi bilgileri sana burada verirler. Tamam. Deməli dostlar, hal-hazırda Podgorica'nın ən qədim abidələrindən birinin yanındayıq. Bu saatı bəlkə görənlər xatırlayar Montenegro videolarından. Qismətdə gəlib bunun yanında şəkil çəkmək də varmış. Dostlar, buradan gedirik Gazela Körpüsünün yanına. Oradan da gözəl görüntülər çəkəcəm inşallah. İstəyirəm ki, hamısını qısa bir müddətdə çəkib göstərə bilim, paylaşa bilim. Hal-hazırda belə bir parka gəldik. Sakit bir parkda. Aşağıdan isə çay axır. İndi bu yolla tam olaraq həmin o məşhur Gazela Körpüsünə gedəcəyik.
Bu da körpünün üstündən həmin gözəlliyə atılan mənzərə. İndi mən təbii ki soyuq aylarda gəlmişəm. Fikirləşin burada yaz yay aylarında necə gözəllik var. Bir də gecə yaxından suyun rəngini çəkək. Tam olaraq sahilə gəldik. Bu körpü Bosniya-Hersegovinanın Sarayeva şəhərində yerləşən Mostar adında körpü var. Ona çox bənzəyir. Düzdür, orada olmamışam. Amma internetdən gördüyüm qədərilə belə bir mənzərəsi var idi. Biraz sizə Podgorica'nın küçələrini gəzdirim. Təbii ki, həmişə kimi gəzdiyim ölkənin ən böyük kilsəsini çəkməliyəm. Hal-hazırda oraya gedirik. Ola bilər ki, soruşsunlar nəyə görə ancaq kilsələri çəksən. Çünki gəzdiyim ölkələrin dini Xristiyan dini olduğuna görə təbii ki, kilsələr burada daha çox. Əməlli başlı məsafə var, ancaq bu məsafədən kilsənin böyüklüyünü hiss etmək olur. Buranın ən böyük və ən qədim kilsələrindən biridir və ətrafındakı işləmələr, maraqlı işləmələri varmış. İndi yaxından baxıb çəkiş edəcəm. Bu günümü tam olaraq Montenegronun Podgorica şəhərində çəkələdim. Gedək görək, içəridə çəkilişə problem yaradacaqlar yoxsa yox. Əksər hallarda problem yaranmır. İnşallah burada da heç bir problem yaranmaz. Və bu da kilsənin girişi. Bir dənə belə boydan götürün. Kiliseye giden yol az bir mesafe kalıp nasıl kendi yer oradan ve nihayet burada çox güman ki Şam, Xaç
Bu cür şeyler satılır. Girmeyeceğim. Buna müqəddəs su. Bundan bir örtüm aldım. Sundan yanıram. But that's also the reason why there are so many. The earthquake is the reason why there are so many. Yes, because you can see all those because we were already wondering why are there so many. Buradan sonrasında artıq mən istəyəcəm bu videodan. Yəni bu gözəlliyi kör olmaq istəyirəm. Ako ste predomislili, ovo mi je vrlo Suyun təmizliyinə bax, yəni mükəmməl. Nasıl olacak bu? Balıklı olsun. Bir dənə suyun təmizliyinə baxın, sənə o. Çox gözəldir. Budvanın məşhur dar çıxılmaz küçələri. Biraz bizim Bakının içəri şəhərin küçələrinin havasını verir. Lənət olsun.
Adamla özünə hazır bu ləşiniz. Gözəl.